Ləvəngili toyuğu bir də belə hazırlamağı yoxlayın. Qozu və qırmızı soğanı blenderdən keçiriləndən sonra soğanın suyunu çıxardırıq və kərə yağını bir balaca qovrandan sonra kənarda saxlayırıq. Bunları hamısını bir yerə qatıb üzərinə turşuları əlavə edirik. Zoğal, gavalı, əzgil suyumuza uyğun olanı əlavə edib qarışdıra bilərsiniz. İçlik hazır olansa kənarda gözlədirik. Toyuq ətinin üzərinə soğan və tuz süt əlavə edib qarışdırırıq. Bunu bu dairə formada da hazırlamaq olar və ya uzun sol zövqünüzə necə uyğundursa, necə servis eləmək istəyirsə o formada hazırlaya bilərsiniz. Əlinizlə formasını verdikdən sonra suxarıya buluyursunuz hər tərəfini. Burada yaxşı yağdan istifadə etmək önəmli məqamdır. Rusiya istehsalı olan Sampalyarma yağından istifadə elədim, razı qalmışam. Balaca tavalardan və ya uzun sol qablardan istifadə edə bilərsiniz, çünki bura çox yağ gedir. Hər tərəfi bərabər qızarandan sonra götürürsünüz və yaxud kəsib baxırsınız, içərisi bişibsə artıq servis eləməyə hazırdır. Çox ləzzətli olur. Hazırlamağı yaddan çıxartmayın. Hazırlamaq üçün də mütləq videonu save edin. Hazırlayacaq olanlara nuş olsun.